Mən Vüsal Kəlbəzəri, əslən Kəlbəzər rayonunun Abdullah Şaha kəndindənəm. Bəli, Abdullah Şaha kəndindən bizdə çoxlu sayda şikayətlər daxil olubdur. Əlbəttə ki, biz də elimizin, obamızın hər zaman yanındayıq. O kənd ki, orada mənim atamın xatirələri var. O kənd ki, mənim babamın orada qəbri var. O kənd ki, mənim nəslimin, kökümün, orada əcdadlarımın qəbri var və o cümlədən tarixi var. Ona görə də mən adiyyəti olan orqanlardan, mən Vüsal Kəlbəzəri və Abdullah Şaha kəndinin əhalisinin sözünü siz adiyyəti olan orqanlara çatdıram ki, hər bir şey qayda qanunla, hər bir şey qanun çərçivəsində inşallah yerinə yetsin. Əlbəttə ki, çəkilişlərimiz davam edir. Bu çəkilişimizdə Abdullah Şaha kəndinin əhalisinin sözünü, fikirlərini sizə çatdıracam. Qalanı davamlı şəkildə nəticə olunana qədər biz kənd cəmaatı olaraq, biz kənd cəmaatı insanları olaraq orada olan kampın, orada olan otelin qanuni şəkildə olub-olmadığını Cənab Prezidentimizə bütün insanlar çatdırıbdılar. Və adiyyəti olan orqanlardan xahiş edirik ki, bu işə ciddi yanaşılsın, insanların inşallah rəylərinə, fikirlərinə, ərzələrinə düzgün baxılsın. Bəli, kənd cəmaatı adından müraciətimiz inşallah dövlətimizin başçısına, dövlətimizin adiyyəti olan orqanlarına və cavabları, o cümlədən də nəticələri sizlərlə paylaşacaq. Mən Abışoğlu Əhliman Yaquboğlu, 1963-cü ildə Abdullah Şaha kəndində doğulmuşam. Bu kənddə yaşamışam. Bu kəndin evladıyam. Mən də bütün kəndimizin adından, eloğullarımız adından bu günlər burada tikilmiş gecə qonduya kampın tikilişine etirazımı bildirirəm. Bütün orqanlardan xahiş eləyirəm ki, bunlara bir aidiyyatı qurumlardan xahiş eləyirəm ki, buna bir əncam qırsın. Özləri üçün keyf məclisi, öz adamların gətirib qoyurlar bir nəfəri bırak ki, sən buranın axsaqqalısan, burada hər şeyi yola ver, özləri üçün, burada özləri üçün keyf məclisi yaradırlar. Bir daha xalqım adından, kəndimiz adından, şəhidlərin valideynləri adından öz etirazımızı bildiririk. Sağ olun, var olun. Mən Almədov Tacəddin Hüseynoğlu, mən də bu kəndin sakiniyəm. Burada yaşamışam. Mən də bu söhbət edən, danışan adamların söhbətinə, danışığına qüvvət verərək, mən bu çadırların, bax bu görürkən 11 dənə çadır dindi hal-hazırda. Nə bilim, nələr qoyublar. Bunların buradan sökülməsi, bu torpaq bizimkidir. Biz bu torpağa, biz sahibiyik. Onlar yox. Həmin burada işləyənin öz kəndində qurulan bir çadıra, adicə bir arı ailəsinə baxmağa qurulan çadıra, onun öz kəndçisi olubdu. Həmin kəndçiyə deyirdi ki, çadırını bugün sök, apar öz qapında qur. İndi bu kənd bizimkidir, bu torpaq bizə məxsusdur. Bu heç kimə məxsus deyil. Biz bunu biz sahib olmuşuq. Bizim ata-babamız, bizim əcdadımız hamısı burada yaşayıb. Burada bu torpaq bizə məxsusdur. Bu bunlara məxsus deyil. Bu mən aidiyyatı qurumlardan bir daha xahiş edirəm. Bizim səsimizə səs verilsin. Biz əgər yerli icra hakimiyyətləri bunlar nəsə bir dad verməsə, bir cavab verməsə, biz məcbur yuxarı stansiyalara da təzədən yenə müraciətlərimiz olubdur. Yox, olmayandan sonra biz əks təqdirdə onu özümüz söhməyə, bu xalq, bu cəmaat, bu kənd, bunu söyməyə biz hazırıq. Biz bəri başda məlumatımızı veririk, sözümüzü deyirik ki, sabah biz burada günahkar olmayaq. Çünki bura bizim torpaqdır. Bu bizə məxsus. Bizim qazilərimiz də var, bizim şəhidlərimiz də var, bizim veteranlarımız da var, iki müharibənin veteranları var. Mən Rəhimov Zabil Bahatıroğlu, mən də bu kənddə doğulmuşam, Abdullah Şaha kəndində doğulmuşam. Burada boya başa çatmışam. Bu kəndə bu günləri bu şəhidlərin qanı qurumamış, biz ziyarətə gələ bilmirik. Bu günləri burada keyf məclisləri düzəldirlər, kamplar qururlar, burada qonaq qəbul edirlər, içki məclisləri düzəldirlər. Bu günləri hələ bizim öz şəhidlərimizi, bu kəndin də öz şəhidi var, neçə dənə şəhidi var. Biz onları ziyarət eləməyə, öz qəbirstanlıqlarımızı ziyarət eləməyə gələ bilmirik. Bu günləri burada keyf məclisləri qurublar bizim kəndin ərazisində. Mən də aidiyyatı qurumlardan xahiş edirəm ki, bu kampın burada sökülməsi üçün bu kənd cəmaatına bir dəstək versinlər. Bu kamp buradan sökülsün, cəmaat gəlib burada öz belə deyək, arı təsərrüfatını, nə bilim, heyvanını saxlaya bilmir. Mən də xahiş edirəm ki, bu
çadırlar buradan yığışdırılsın.